Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidən qurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əli İstizadə küçəsinin yenidən qurulmasına başlanılıb. Uzun müddətdir ki, təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan yolun uzunluğu 4,5 kilometrdir. Sözgedən yolun həm də ensiz olması avtonəqliyyat vasitələrinin hərəkətində xeyli çətinliklər yaradırdı. Bütün bunlar nəzərə alınaraq Əli İstizadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 22 metrə qədər genişləndirilir. 4 hərəkət zolaqlı olması nəzərdə tutulan yolun hərəkət hissəsinin eni 1 metr enində ayrıcı zolaq da daxil olmaqla 17 metr olacaq. Yol boyu hər iki istiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2 metr enində piyada səkiləri tikilir. Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi də qurulacaq. Bundan başqa layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün yeni yağış kanalizasiya sistemi yaradılacaq. 20 ildir burada mən yaşayıram. Sağ olsun bizim prezidentimiz bizə belə şərait yaratdığı üçün. Biz hələ belə asfalt üzü görməmişdik. Əvvəl çox acınacaqlı vəziyyətdə idi. Balota idi, maşınlar buradan gedib gələ bilmir. İndi çox gözəl şərait yaradıb. 15 ildir bu binada yaşayırıq, bina stilik sağlığında. Yollar bərbad gündə olub əvvəl. İndi şükür Allaha, cənab prezidentimizin göstərişinə yollar da təmin olunur. Bir günümüzə də şükür. Hazırda yolda kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri, yol yatağı və yol əsasının tikintisi işləri aparılır. Bu işlərə paralel olaraq küçəyə yeni asfaltbeton örtüyünün döşənməsi də həyata keçirilir. Ümumilikdə 80 min kvadrat metr əraziyə 2 qat olmaqla yüksək keyfiyyətli asfaltbeton örtüyünün döşənməsi nəzərdə tutulub. Bütün işlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilməsi işləri aparılacaq. Əli İstizadə küçəsinin yenidən qurulması işləri Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.